Qabil Türkoğlu. Ana bacı tanıyan oğlan birincisi heç vaxtı telefonda söyməz. Bunun yanında saxla. Biz böyle şeyler görüb götürməmişik. O sənin qanında var. Çünki sənin qanında ömür boyu xilafata var. Ancaq çalışmırsan, həmişə söyəsən, gici-gici danışasan onun da. Çünki nə var Azərbaycanda yoxsan. Sən o Azərbaycanda olsan o sözlər deyə bilməzdin heç vaxt. Çünki sənin tərbiyyən ömür boyu olmuyor. Əgər mən narkomanamsa, Allah mən bəlamı versin. Əgər sən yalandan deyirsənsə, Allah sən balalarının da özünün də bəlasını versin. Sən çox alçaq insansan, mənim barədə gücləşdiyin şeylərə bax. Məni sulurqa tutubdu, dilim qatlananıbdı. Ayaqlarım yapışıb sulurqa olanda əllər yığılır, ayaq polun üstü açılır. O da gelib qaza sıxılıb. O avaroddan da gedib. Məni gəlib Sabunçunun skor xəstəxanasında az aylandan sonra görüblər özümü normal. Narkotest olunubdu, hər bir şey də olunubdu. Hamı da bilir. Bu dəqiqə narkotest olunmasaydı, məni bu dəqiqə içəridə görərdim. Başqa yerdə yox. Bildin? Adam kişi olar. Səndə özü də o kişilik yoxdur, amma adam kişi olar. Ancaq onun qiybətini eləyəsən sən.